Değerli kanal üzvləri, biz Nurlu Səhər TV olarak kendimizde görülen xeyriyyə işlerini daim işıqlandırmışıq. Ayrı problemler öz yerinde biz kendin Rusya'da yaşayan oğlanlarının hesabına Calamov Elçin Babaoğlu'nun rəhbərliyi ilə görülen bütün işleri öz kanalımızda işıqlandırmışıq. Azərbaycan xalqına, bütün dünyaya çatdırmışıq ki, kiçik dəhnə hansı işləri görür, hansı birlik sahibidir, vəhdət təşkil edib, müsbət işlər görürlər. Biz də bir jurnalist olarak vəzifəmiz odur ki, görülən işləri işıqlandıraq, bütün hər tərəfə çatdıraq ki, ayrı yerlərdə də bu gözəl missiyanı Azərbaycan vətəndaşları davam elətdirsinlər. Dövlət öz işini görür, öz yerində. 10 milyondan artıq əhalimiz var. Hər halda yerli imkanı olan şəxslər də çalışırlar ki, öz vətəndaşlıq borcunu yerinə yetirib, yaşadığı ərazidə imkansız ailələrə, evi yanan, evi uçan, kimsəsiz ailələrə kömək olsun, şəhid ailələrinə, qazilərə dayaq dursun. Bu mənada biz çox qürurla qeyd eləməliyəm ki, bizim kəndə olanlar buna biganə deyil. Buna görə də biz gəlmişik ki, bu evdə gedən o başlanğıc işlərlə tanış olaq. Şimdi 2025-ci ildə Azərbaycan ailəsinin ailə başçısı olmayan, 10 illər boyu olmayan, kasıb, fəqir bir qadının himayəsində yaşayan bir ailənin yaşadığı mənzilə qədəm qoyuruq. Baxın, bu ailə 20 ilə yaxındır bu evdə yaşayır. Kiçik Dəhnə kəndinin oğlanlarına uzun müddətdir Rusiya şəhərlərində dayaq olan həmkəndlimiz, Elçin qardaşımız eşidəndə ki, kəndimizdə bir ailə belə bir vəziyyətdə yaşayır. Bu ailənin həddi buluğa çatmış, evlənmiş uşağı var. 25-30 yaşına yaxın uşağı var. Eşidəndə çox narahat oldu və şəxsən bizimlə də əlaqə saxlayıb bu evə baş çəkməyimizi xahiş elədi. Biz birgə gəlib Elçin qardaşımızla bu evin şəraitinə baxdıq, söhbət apardıq. Amma hal-hazırda biz görürük ki, bu evdə işlərə başladılar. Allah canını sağ eləsin bütün dəhnə olanlarının. İşlərə başlanıb biz dedik ki, mütəmadi olaraq buna baş çəkək və həm həvəs yaradaq, bizim kəndimizin digər insanları da bu xeyirxah missiyaya qoşulsunlar, yaxşı işlər görsünlər, öz kəndi, öz eli, obası üçün yadda qalan nümunələr göstərsinlər. Budur, görürsünüz vəziyyəti. Hansı ailə bu vəziyyətdə xoşbəxt yaşaya bilər? Bu ailə üçün kömək etmək istəyənlərin nəzərinə çatdırırıq ki, kartı da şəklini sizə göndəririk. İstənilən kəs bu karta, bu ailəyə kömək məqsədi ilə yardım göstərə bilər. Kimin, hansı formada imkanı var, xahiş edib o köməyi əsirgəməsinlər. Biz göstərdiyimiz evin, dırnaqarası evin sahibəsi Natella xanımla bir yerdəyik. Bilmək istəyərdik ki, ilkin işlərə başladıq. İlkin olaraq kimlər sizə dayaq Hamısı özləri gəlib, pulsuz parasız köməkləri ediblər. Əzrağımı da gəldi, Allah canını sağ eləsin, evdə mənim göndərdi. Tarihçiləri, Allah namində canını. Moskvada olan uşaqlarını da Allah canını sağ eləsin. Oktayın oğlu Emin də gətirib, Allah canını sağ eləsin, elədi. Ərzaq gətirdi oradan. Uşaqları da atıldı canları. Pişmələrdir. Moskvada olan uşaqlara xahiş edirəm ki, imkanında ya çatırsa bana köməklər eləsinlər. Xahiş edirəm onlardan. Təşəkkür edirəm hamısına. Nə qədər rəhbərlər varsa, Moskvada uşaqlar varsa hamısına. Onlara hörmətim var. Allah canlara sağ versin. Allah nə qədər var başlarından töksün. Bana bir qat eləyirsə 1000 qat töksün onlara. Bizim kənd oğlanlarına da sağ olsunlar ki, bu ailəyə vəziyyəti özləri fərdi təşəbbüs göstərib, xeyirxah kömək eləyirlər.
Kiminin fiziki gücüne ehtiyacı var bu ailenin, kiminin manevi gücüne, kiminin maddi gücüne ihtiyacı var. Ben bir kanal rəhbəri olarak bizim kanalın her biri biz inanırız ki bizim oğlanlarımız, kendi oğulları necə ki Cəlal Elçinin rəhbərliyi ilə bu müqəddəs işləri kənddə mən hamısını sadalamıram, verilişlərimizdə göstərilir. Bu xeyirxah işləri görüblər, davamlı olar və kəndimiz Respublikada nümunəvi bir kənd kimi tanınır. Allah sağ olun, sağ olasın. Elçin elinde. Allah uşaqların da canlarına O sağ bir olasın. dəfə çəkiliş gələndə Elçin elinde. Allah Görürəm ki, uşaqların da orada canlarına sağ bizə olasınlar qəbul ki, kömək edirlər köməkdarlıq həqiqətən də. Kəndimizin uşaqlarıdır. Allah xalama nə eləyirlərsə, Allah min qatlardan, bəslarından təvsiyə inşallah. Allah ki, xalama yardım edirlər. Yardımlarına əsirgəməsinlər, xahiş edirəm hamısından. Ne gibi yardım edilse Allah min kat başlarından çeksin. Amin inşallah. Mən xahiş edirəm, hər kəs kömək eləsin. Xahiş edirəm, herkes Natış nənəyə, Emrəmiyə kömək eləsin. İnşallah.